Bugünkü videomuzda qoyunçuluqda çox vacib, amma bəzən lazımı qədər diqqət yetirilməyən bir mövzudan danışacağam. Bu mövzu həm yeni başlayanlar, həm də uzun illərdir qoyun saxlayanlar üçün əhəmiyyətli mövzulardan biridir. Söhbət qoyun və quzuların yağışdan qorunmasından gedir. Bəzi insanlar düşünür ki, qoyun təbiətdə yaşayan heyvandır və yağış onun üçün problem yaratmır. Həqiqətən də qoyunlar müəyyən qədər soyuğa və açıq havaya dözümlüdür. Lakin uzun müddət yağış altında qalmaq, xüsusilə külək və aşağı temperaturda birlikdə olduqda qoyunların sağlamlığına ciddi təsir göstərə bilər. İlk növbədə quzulardan başlayaq. Yeni doğmuş və ya bir neçə həftəlik quzuların bədən istiliyini qorumaq qabiliyyəti hələ tam inkişaf etməyib. Onların yunu nazik olur və bədənləri kiçik olduğu üçün istiliyi daha tez itirirlər. Yağış altında islanan quzu qısa müddətdə üşüyə bilər. Əgər hava küləkli və sərin olarsa, bu vəziyyət daha da quzuya ciddi təsir göstərmiş olar və daha təhlükəli olar. Üşüyən quzu zəifləyir, anasını əmə bilmir, az hərəkət edir və immun sistemi zəifləyir. Belə hallarda tənəffüs yolu problemləri və digər xəstəliklərin yaranma riski artır. Xəstələnən quzunun müalicəsi isə həm vaxt, həm də əlavə xərc tələb edir. Yetkin qoyunlar quzulardan daha dözümlü olsalar da, onların da uzun müddət islanması arzu olunan deyil. Yaş yun bədənin istiliyini daha çətin qoruyur. Külək də buna əlavə olunarsa, heyvanın bədəni daha sürətlə soyuyur. Nəticədə qoyun öz enerjisinin böyük hissəsini isinməyə sərf edir. Bu isə yemin daha səmərəsiz istifadə olunmasına səbəb olur. Damazlıq qoyunlarda yağış və soyuqdan yaranan stress məhsuldarlığa mənfi təsir göstərə bilər. Stress yaşayan heyvanın iştahı azalır, çəkisi aşağı düşür və ümumi vəziyyəti zəifləyir. Doğuşa yaxın olan qoyunlar xüsusi diqqət tələb edir. Güclü yağış altında qalan boğaz qoyunlar əlavə stress keçirə bilər. Doğuşdan sonra isə yeni doğulan quzunun dərhal qurudulması və isti yerdə saxlanılması çox vacibdir. İlk saatlarda ağız südünü qəbul etməsi quzunun gələcək sağlamlığı üçün əsas şərtlərdən başlıcasıdır. Yağışlı havada otlaqlar da dəyişir. Yəni torpaq palçıqlı olur, qoyunların hərəkəti çətinləşir, palçıq dırnaqlarda müəyyən problemlərin yaranmasına şərait yarada bilir. Dırnaqlar daimi nəm qaldıqda qoyunlarda bəzi xəstəliklərin inkişaf riski artır. Buna görə də yağışlı mövsümdə dırnaqların mütəmadi yoxlanılması vacibdir və qoyunlar üçün faydalıdır. Yağışdan sonra otlar üzərində çoxlu nəmlər olur. Səhər tezdən qoyunları çox yaş otlağa çıxararkən ehtiyatlı olmaq lazımdır. Yemləmə rejimini və heyvanların vəziyyətini diqqətlə izləmək həmişə yaxşı yanaşmadır. Bəs qoyunları yağışdan necə qoruya bilərik? Ən vacib şərtlər onların sığınacağıdır. Tövlənin damı su buraxmamalı, döşəməsi mümkün qədər quru olmalıdır. Qoyunun tövləsi mütəmadi olaraq təmizlənməlidir. Çünki əsas da yay aylarında qoyunlar yaş ot yediklərinə görə daha çox sidiyə çıxırlar və tövlə tamamilə islanmış vəziyyətdə olur. Heyvanlar istədikləri vaxt yağışdan qoruna biləcək yerə daxil ola bilməlidirlər. Düzdür, bu məsələn, əsas qapalı və yarım qapalı şəraitdə saxlanan qoyunlara aiddir. Məsələn, Gədəbəy ərazisində, dağlıq ərazilərdə, tövlədən uzaq örüş sahələrində otlayan qoyunları belə yağışdan qorumaq sözsüz ki, çətin məsələdir.
Tövlədə hava dəyişməsi də vacibdir. Qapalı və havasız mühit rütubəti artırır. Rütubət isə xəstəlik riskini yüksəldə bilər. Buna görə həm quru mühit, həm də yaxşı havalandırma birlikdə təmin edilməlidir. Qoyunların altlıq kimi istifadə olunan saman və ya digər materiallar islanarsa, vaxtında dəyişdirilməlidir. Yaş altlıq mikrobların çoxalması üçün əlverişli şərait yarada bilər. Yağışdan sonra qoyunların vəziyyətini müşahidə edin. Əgər hansısa heyvan halsız görünür, yem yemir, titrəyir və ya sürüdən geri qalırsa, onu ayrıca izləmək və lazım gəldikdə baytar həkiminə müraciət etmək məqsədə uyğundur. Unutmayaq ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Yağışdan qorumaq üçün görülən sadə tədbirlər həm heyvanların sağlamlığını qoruyur, həm də təsərrüfatın gəlirlərinə müsbət təsir edir. Əziz dostlar, siz də öz təsərrüfatınızda yağışlı günlərdə qoyun və quzuları necə qoruyursunuz? Öz təcrübələrinizi şərhlərdə yazın. Videonu faydalı hesab edirsinizsə, bəyənməyi və kanalı izləməyi unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, hələlik.